Salam uşaqlar, bugünkü dərsimiz Azərbaycanın iqlimidir. Azərbaycan Respublikası bildiyimiz kimi iki iqlim qurşağında yerləşir, subtropik və mülayim iqlim qurşağında yerləşir. Respublikamız mürəkkəb relyef şəraitinə malikdir. Bu mürəkkəb relyef şəraiti də iqlim qurşaqları daxilində fərqli sahələrin yaranmasına səbəb olmuşdur. Ölkəmiz həm düzənlik, həm dağlıq ərazilərdən ibarətdir. Bu da iqlimə bir növ təsir göstərir. İqlimə əsas təsir göstərən amillər Respublikamızda birinci coğrafi enlikdir. Çünki orta enlikdə yerləşir, mülayim işıqlama qurşağında yerləşir, 40 dərəcə şimal enliyində yerləşir və buna görə də müxtəlif hava kütlələrinin təsirinə məruz qalır. Birinci coğrafi enlik, ikinci relyef amili, yəni dağdan düzənlikdən ibarət olması, üçüncü hava kütlələri təsir göstərir. Yəni istər Şimal Buzlu okean üzərindən, istər Atlantik okean üzərindən Respublikamıza müxtəlif hava kütlələri təsir göstərir. Bundan başqa, Respublikamızın sahilində yerləşən, dünyanın ən böyük gölü olan Xəzər dənizi də iqlimə yumşaldıcı təsir göstərir. Bu da iqlimə təsir göstərən amillərdən biridir. Şəkildə gördüyümüz, deməli, günəş radiasiyasının Azərbaycanda illik miqdarının xəritəsidir. Azərbaycanda günəş radiasiyasının illik miqdarı 120-160 kilokalori arasında dəyişir. Belə ki, bu rəqəm Naxçıvanda maksimuma çatır, ən çox Naxçıvandadır. 148-150 kilokalori Şərqi-Ordubad düzündə, yüksək dağlıqda isə 160 kilokalori təşkil edir. Rənglərə fikir versək, yəni rəngin tündləşməsi həmin ərazidə günəş radiasiyasının artmasına, qismən azalması, açıq sarı rəngin çalarlarında, açıq tonda isə qismən azalmasına göstərir. Yəni günəş radiasiyasının azalmasına göstərir. Kürə ovalığında isə günəş radiasiyasının miqdarı 128-132 kilokalori təşkil edir. Ümumilikdə ən çox radiasiyanın ən çox miqdarı olacaq, deməli, Naxçıvanda və yüksək dağlıq ərazilərimizdə. Ümumiyyətlə, dağın ətəyindən biz zirvəsinə doğru qalxsaq, ortadalığa doğru radiasiyanın azalmasını müşahidə edəcəyik. Çünki səbəb nədir? Səbəb burada buğduluğun çox olması və yağıntının çox düşməsi. Yağıntı çox düşür, buğduluq çox olduğuna görə radiasiya miqdarı azalır. 120-124 kilokaloriya qədər enir. Yəni, əsas səbəb nə oldu? Buğduluq oldu, yağıntı oldu, rütubət oldu. Deməli, yüksək dağlığa doğru 140-150 kilokaloriya qədər artır. Günəşin saatların miqdarı havanın temperaturunu müəyyənləşdirən əsas amillərdən biridir. Düzənlikdən dağlara doğru havanın biz dedik ki, temperaturu azalır. Hər 1000 metr qalxdıqca 6 dərəcə Selsi və yaxud da 100 metr qalxdıqca 0,6 dərəcə Selsi aşağı düşür. Bu da, deməli, düzənlikdən dağlara doğru havanın temperaturunun azalması burada orta illik temperatura da müəyyən qədər təsir göstərir. Belə ki, bax, Kürəraz ovalığında orta illik temperatur müsbət 14,5 dərəcə olduğu halda orta dağlıqda müsbət 4, müsbət 5 dərəcə təşkil edir. Dağlara doğru, dağın zirvələrində, hansı ki, qar xətti başlayan hissələrdə isə il boyu orta illik temperaturların cəmi 0 dərəcədən aşağı olur, yəni 0 dərəcə olur. Orta illik temperatur nə idi? İl ərzində bütün ayların biz temperaturunu toplayırdıq və ayların sayına bölürdük. Bu olurdu orta illik temperatur. Orta sutkalıq temperatur isə sutqa ərzində temperaturlar toplanır və sutqa ərzində məsələn 6 dəfə, 8 dəfə ölçmə aparıbsa ölçmələrin sayına bölünürdü. Amplituda isə deməli orta sutkalıq temperaturdan fərqli olaraq sutkalıq amplituda deyəndə gün ərzində ən isti temperaturla ən soyuq temperaturun, yəni gecə ilə gündüzün arasındakı fərq müşahidə olunur, yəni təyin edilir sutkalıq amplituda ilə. İllik amplituda ilə isə il ərzində ən isti ayla ən soyuq ayın arasındakı fərq olur illik amplituda. Deməli, günəşli saatların miqdarı isə ən maksimum deməli müşahidə olunur Naxçıvan Muxtar Respublikasında 2900 saat il təşkil edir. Kürəraz ovalığında, Ceyran çöldə, Abşeron yarımadasında isə günəşli saatların miqdarı 2200-2400 saata bərabərdir. Günəşli saatların miqdarı da günəş radiasiyası üçün buğduluqdan asılıdır. Buğdulu olan ərazilərdə, məsələn, deyək ki, Lənkəran ovalığında, Şollar düzündə buğdulu olan ərazilərdə günəşli günlərin, günəşli saatların daha doğrusu miqdarı da az olur. Bu da Azərbaycanda havanın orta illik temperatur xəritəsidir. Biz xəritədən görürük ki, orta illik temperatur ən çox deməli Xəzərin sahilində, Kürəraz ovalığında müşahidə olunur. Ən az isə dağların zirvələrində 0 dərəcə təşkil edir. Və Respublikamızda yağıntının paylanması. Yağıntılar da deməli əsasən buxarlanmadan asılıdır. Yəni ölkə ərazisində buxarlanma əsasən yağıntıların miqdarından, havanın temperaturundan asılı olaraq dəyişir. Yağıntılar çox düşdüyü ərazilərdə, yəni bu dağlıq ərazilərdir, dağətə ərazilərdir, Lənkəran ovalığı, Qanı Xəyri çayda buxarlanma daha çox olur. Yəni yağıntı daha çox olan rütubətli ərazilərdə buxarlanma daha çox olur. Quraq iqlimə malik ərazilərdə isə əsasən məsələn Acınahur, Ceyran çölü deyə bilərik, Qobustanın, Naxçıvanın ərazilərində isə buxarlanma azdır, buxarlanma qabiliyyəti çoxdur. Buxarlanma qabiliyyəti nə deməkdir? Ərazi istidir, amma ərazinin rütubəti yoxdur. Yəni onu buxarlandıra biləcək su yoxdur. Bu əmələ gəlmir. Az yağıntı düşür. Bu ərazidə buxarlanma qabiliyyəti yüksək olur. Amma həm istilik var, həm yağıntı var. Burada buxarlanma yüksək olur. Azərbaycanda ümumi illik mümkün buxarlanmanın göstəricisi 300-1400 mm arasında dəyişir.
Yağıntı və mümkün buxarlanmadan asılı olaraq rütubətlənmə əmsalı da ərazi üzrə qeyri-bərabər paylanıb. Rütubətlənmə əmsalı nə idi? Rütubətlənmə əmsalı bərabərdir yağıntı bölünsün buxarlanma. Rütubətin yüksək, mümkün buxarlanmanın nisbətən az olduğu ərazilərdə, deməli, orta və bəzi alçaq dağlıq ərazilərdə, yüksək dağlıq ərazilərdə deyə bilərik. Bu ərazilərdə rütubətlənmə əmsalı vahiddən böyük olur. Dağ ətəyi rayonlarında, sonra deməli, əsasən düzənlik ərazilərdə rütubətli əmsalı əsasən vahidə yaxın olur. Məsələn, düzənlik ərazilərdən bura bizi Lənkəran ovalığını, Qanıxəri çayı göstərə bilərik. Quraq rayonlarımızda isə mümkün buxarlanma düşən yağıntının miqdarından çox olduğu üçün rütubətli əmsalı vahiddən kiçikdir. Bu əsasən düzənlik ərazilərimizi əhatə edir ki, burada da suvarma əkinçiliyi əsasən qış otlaqları kimi istifadə olunur. Respublikamıza ən az yağıntı düşən ərazi deməli, Qobustanın cənub-şərqinə, Abşeron yarımadasının cənub sahillərinə düşür. 150-200 mm-dən də Asputa qəsəbəsinə. Küləraz ovalığı, Samur Dəvətçi ovalığı, Naxçıvan, Arazboy düzənliklərini deyə bilərik ki, bu ərazilərdə isə illik yağıntı miqdarı 300 mm-dən azdır. 200-400 mm arası yağıntı alır. Ən çox yağıntı alan ərazi isə Talış dağlarındadır, 1700-1800 mm. Daha sonra Böyük Qafqazın cənub yamaclarında 1400-1600 mm yağıntı alan ikinci ən böyük ərazidir. Ümumilikdə biz dağın ətəyinin zirvəsinə doğru qalsaq, müşahidə edərik ki, yağıntı artır. Yəni dağın ətəyinin zirvəsinə doğru yağıntı artır. Amma Talış dağlarında inversiya hadisəsi baş verir. İnversiya nə deməkdir? Yəni yağıntı dağın ətəyinin zirvəsinə doğru qalxdıqca yağıntının miqdarı azalır. Bu da burada dağların hündürlüyünün az olması və İran üzərindən gələn tropik hava kütlələrinin dağın zirvəsinə göstərdiyi təsir nəticəsində yuxarıda deməli yağıntının miqdarı azalır və kserofit bitkilər yaranır. Respublikamız dediyi subtropik və qismən mülayim iqlim qurşağında yerləşir. Buna görə də müxtəlif deməli həm də mürəkkəb relyef şəraitinə malik olduğu üçün bu qurşaqlar daxilində müxtəlif fərqli iqlim sahələri, iqlim tipləri yaranır. İqlim tipləri bir-birindən temperatur və yağıntının il ərzində paylanmasına görə fərqlənir. Belə ki, Respublikamızda yarım səhra quru çöl, mülayim isti iqlim, soyuq iqlim və dağ tundra iqlimi və onun tipləri yaranır, formalaşır. Əvvəlcə danışaq biz yarım səhra quru çöl iqlimindən. Yarım səhra quru çöl iqlimi Respublikamızın 50%-ni əhatə edir və iki yerə ayrılır. Qışı soyuq keçən, yayı isti quraq keçən yarım səhra quru çöl, qışı mülayim, yayı isti quraq keçən yarım səhra quru çöl iqlimi. Deməli, qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi Respublikamızın bütün düzənliklərində yalnız iki düzənlik istisna olmaqla. Bu Lənkəran ovalığıdır, bir də Qanıxəri çay düzüdür ki, bu ərazilərdə yarımsəhra quru çöl iqlimi formalaşmır. Bir də Böyük Qafqazda Şollar düzündə, yəni Qusar Mali düzənliyinin bir hissəsi Şollar düzündə yarımsəhra quru çöl iqlimi formalaşmır düzənlik olduğu halda. Amma digər bütün düzənliklərimiz Samur Dəvətçi, Küraraz, Ceyrançılar, Arazboyu, Abşeron, Qobustan hamısı yarımsəhra quru çöl iqlimindədir. Bir də Ceyrançöl, alçaq dağlığı, bunlar da yarımsəhra quru çöl iqlimindədir. Yəni qışı mülayim keçən yarımsəhra quru çöl. Qışı soyuq keçən yarımsəhra quru çöl iqlimi isə yalnız və yalnız Naxçıvanın Arazboy düzənliklərində müşahidə olunur. Bir yerdə yalnız Naxçıvanın Arazboy düzənliyində müşahidə olunur. Talış dağlarında da talış şəklində rast gəlmək olur. Deməli, bu iqlimdə yağıntılar 200-400 mm arası dəyişir. Ən yüksək temperatur məsələn Arazboy düzənliklərində 46 dərəcə Selsi, Culfan ərazisində ən aşağı temperatur -33 dərəcə müşahidə olunur. Biz Naxçıvana deyəcəyik ki, Azərbaycanın ən kontinental ərazisidir, ən quraq ərazisidir. Çünki şimaldan dağların qarşısını mülayim hava kütləsi, gələn mülayim hava kütləsinin qarşısını kəsir dağlar. Buna görə də ərazidə mülayim hava kütləsi təsir göstərmir, mülayim iqlim yaranmır, meşə landşaftı yaranmır, qonur meşələrə, yəni qonur torpaqlara, meşə torpaqlarına rast gəlinmir. Bu da əhatə etdiyi ərazilər. Mülayim isti iqlim. Mülayim isti iqlimdə Respublikamızda 3 tipi formalaşır. Yayı quraq keçən mülayim isti iqlim, qışı quraq keçən mülayim isti iqlim, bərabər yağıntılı mülayim isti iqlim. Əvvəlcə danışaq, deməli, yayı quraq keçən, qışı quraq keçən mülayim isti iqlimdən. Deməli, qışı quraq keçən mülayim isti iqlim əhatə edir Qanıxəri çayı, Kiçik Qafqazın bütün dağ ətəyi, alçaq dağlıq və orta dağlıq zonasını. 400-2200 metr hündürlüklər arası bu iqlimdə yerləşir əsasən. Bu iqlim tipində əsasən dağ meşə landşaftı yaranır. Torpaqları qəhvəyi torpaqlardır. Əsasən palıd. Bir də burada yuxarı hissələrdə, aşağıda deməli arid meşələrdir. Yuxarı hissələrdə humid meşələrdir qismən. Aşağı hissələrdə olan meşələrdə, yəni qismən quraq meşədə qəhvəyi torpaqdır, palıd ağaclarıdır. Yuxarı hissədə isə qonur torpaqda fıstıq və vələs ağacları yerləşir. Və bu iqlim tipində biz deyəcəyik qış quraq keçir. Yağıntılar ilin əsasən deməli isti dövründə iyun, avqust, aprel, may aylarında düşür.
Yay quraq keçən mülayim isti iqlim isə Böyük Qafqazın cənub-şərq yamacında, yəni Dağlıq Şirvan, Şamaxın ərazisində, Kiçik Qafqazın cənub-şərqində, Xocavəndin, Füzulin ərazisində və Lənkəran ovalığında müşahidə olunur. Bu iqlim tipində yay quraq keçir, yağıntılar ilin soyuq dövründə düşür. Yəni əhatə etdiyi ərazilər, deməli dedik ki, Böyük Qafqazın cənub-şərq yamacı, Kiçik Qafqazın cənub-şərq yamacı Lənkəran ərazilərini əhatə edir. Yağıntıları bərabər paylanan mülayim isti iqlim isə Böyük Qafqazın cənub yamacı, Zaqatala, Lahıc, Qusar Mali düzənliyi, yəni Şollar düzü, Qonaqkəndin ərazisini, bir də Talış dağlarında əhatə edəcək. Deməli yağıntıları il boyu bərabər paylanan mülayim isti iqlim. Soyuq iqlim, bir də mülayim isti iqlim ərazinin 30%-ni əhatə edir respublikamızın. Qəbulda da bu sual var idi. Deməli soyuq iqlim isə respublikamızın deməli yüksək və orta dağlıq ərazilərində əsasən 1400-2700 metr yüksəklikdə yaranıb. Ölkə ərazisinin 20%-ni qədərini əhatə edəcək. Burada yay mülayim, qış isə şaxtalı keçəcək və 3 tipi formalaşacaq. Deməli yay quraq keçən soyuq iqlim, qışı quraq keçən soyuq iqlim, bütün fəsillərdə bol yağıntılı soyuq iqlim. Yay quraq keçən soyuq iqlim əhatə edəcək ancaq Naxçıvanın alçaq və orta dağlıq ərazilərini. Ancaq harda yayılıb? Yay quraq keçən soyuq iqlim Naxçıvanın alçaq və orta dağlıq ərazisində. Qışı quraq keçən soyuq iqlim isə Kiçik Qafqazın və Böyük Qafqazın, Kiçik Qafqazın orta dağlıq və yüksək dağlıq zonalarında əsasən bütün yəni böyük ərazini əhatə edir. Böyük Qafqazda isə yan sislər və onun ətrafında geniş yayılmışdır. Qışı quraq keçən soyuq iqlim. İl boyu bütün fəsillərdə bol yağıntılı, yəni yağıntılar bərabər paylanan soyuq iqlim isə yalnız Böyük Qafqazın cənub yamacında Zaqatala, Lahıcın 1400-2700 metr yüksəkliyində yayılmışdır. Dağ tundra iqlimi respublikamızda 2700 metrdən yüksəkdə olan ərazilər üçün səciyyəvi. Burada orta illik temperatur 0 dərəcədən aşağıdır, qış çox şaxtalı və yay isə soyuq keçir. Yüksək dağlıq zirvələri çox illik qar və buzlaqlarla örtülüdür ki, bu da xəritəsi deməli testlərdə düşəndə Talış dağlarında dağ tundra iqlimi yoxdur. Əsasən Böyük Qafqazın cənub yamacında, bir də Kiçik Qafqazda əhatə edir Camışdağ, Murovdağda Camışdağ zirvəsini, Qarabağ vulkanik yayladı, əsasən Dəli dağı, bir də Qapıcıq zirvəsini əhatə edəcək dağ tundra iqlimi. İqlim qurşaqları, iqlim diaqramları daha doğrusu, iqlim diaqramlarına da diqqət edirik, ancaq göz yaddaşımızdan əzbərləməliyik. Baxırıq, deməli, Laçında temperatur -2-yə düşüb, qış ayları, yay ayları 22 dərəcəyə qədər qalxıb. Həmçinin Göygöldə də yenə əsasən yağıntılı dövr yaz-yay aylarıdır. Şuşa, Kəlbəcər, bir yolla yadımızda saxlayırıq. Bu da Bakı ilə Naxçıvanın diaqramı oxşardır. Naxçıvan burada diaqramı verilməyib, amma Bakı ilə Naxçıvanın diaqramı demək olar ki, eynidir. Sadəcə necə fərqləndirəcəyik? Naxçıvanda qışın temperaturu mənfiyə düşəcək. Fikir versəz, Bakıda mənfiyə düşmür. 0 dərəcəyə qədər düşür, mənfiyə düşmür. Amma Naxçıvanda mənfiyə düşəcək temperatur və orta illik temperatur isə 12 tam, məsələn 14, 12,5 belə olacaq. Bakıda 14,4 orta illik temperaturların cəmi. Lənkəran ən yağıntılı yerdir, 1402 mm və yağıntılar əsasən ilin soyuq dövründə düşdüyünü görürük. Qubada deməli 571, çünki orada 400-600 mm yağıntı düşür. Orta illik temperatur 9,6 dərəcə. Zaqatalada 1036 mm yağıntı, orta illik temperatur 13,5 dərəcə Selsiyə bərabərdir. Orta illik temperaturların çox olduğu ərazilərdə isə əsasən düzənli ərazilərimizi götürəcəyik. Çünki düzənli ərazilərimizdə illik temperaturların cəmi müsbət 10 dərəcədən yuxarıdır. Və burada da əlverişli kənd təsərrüfatı ilə məşğul olmaq üçün şərait vardır. Amma dağlıq ərazilərimizdə, dağlarda isə orta temperaturların cəmi müsbət 10 dərəcə Selsiyadan aşağı olduğu üçün kənd təsərrüfatı üçün əlverişsizdir. Əsasən heyvandarlığa yararlıdır. Respublikamızda hava şəraitinin formalaşmasında müxtəlif regionlardan gələn hava kütlələri böyük təsir göstərir ki, bunlardan da biri aktik hava kütləsidir. Aktik hava kütləsi 2 yerə ayrılır. Yəni dəniz aktik hava kütləsi, bir də kontinental aktik hava kütləsi respublikamıza təsir göstərir. Dəniz aktik hava kütləsi Şimal Buzlu okeanın donmayan səthi üzərindən, Şpitsbergen adaları, Qrenlandiya üzərindən gəlir, küləkli, soyuq və yağıntılı hava şəraiti yaradır. Kontinental aktik hava kütləsi isə Şimal Buzlu okeanın Kara və Barents dənizləri üzərində yaranır. Qışda soyuq, şaxtalı və az qarlı hava şəraiti yaradır. Və mülayim hava kütlələri daxil olur ki, bunlar da deməli həm dəniz üzərindən, həm quru üzərindən daxil olduğuna görə mülayim dəniz və mülayim kontinental hava kütləsi daxil olur. Mülayim dəniz hava kütləsi Atlantik okeanın üzərindən Azor adalarından gəlir, özü ilə bol miqdarda yağış gətirir, temperatur aşağı düşür. Mülayim kontinental isə Qərbi Sibir, Qazaxıstan, Şərqi Avropa üzərindən gəlir və temperaturun aşağı düşməsinə səbəb olur. Bu da yağıntını qismən artırır. Amma mülayim dənizin yağıntısı daha çox düşür.
Tropik hava kütləsi bizə cənubdan gəlir. İstər qışda, istər yayda gələrsə fərqi yoxdur. Yayda gələndə havanı istilədir, qışda gələndə havanı yenə istilədir. Yəni qışda bəzən havanın daha isti keçməsinin səbəbi tropik hava kütlələrinin gəlməsidir. Həmçinin yayda isti, çox quraq, tozlu keçməsinin səbəbi tropik hava kütləsidir ki, daxil olur Şimali Afrikadan İran yaylası üzərindən. Cənub siklonları Aralıq dənizi və Kiçik Asiya üzərində yaranır. Qərbdən və cənub-qərbdən daxil olur. Özü ilə deməli yağış gətirir, yağışlı hava şəraiti, küləkli, yağıntılar ilin isti dövründə düşür və qalxan hava yaradır. Baxın, indi Aralıq dənizi üzərindən gəlir deyə tez-tez çaşdırıcı sual ola bilər ki, qış aylarında gətirir yağıntını. Xeyr, yay aylarında gətirir yağıntını ərazimizə. Yəni Aralıq dənizi özü-özlüyündə yağıntısı qışda düşsə də bizim əraziyə yağıntı yay aylarında gəlir. Orta Asiya hava kütləsinə 200'lü hava kütləsi də deyilir bəzən. Niyə görə? Çünki biz dedik ki, məsələn, mülayim yayda da gəlsə, qışda da gəlsə havanı mülayimləşdirir. Tropik yayda da gəlsə, qışda da gəlsə havanı istilədir. Amma Orta Asiya hava kütləsi yayda gələndə havanı isidir, qışda gələndə havanı soyudur. Kontinental bir hava kütləsidir ki, Orta Asiyadan, yəni Turan ovalığı üzərindən gəlir və Azərbaycanda niyə səhra iqlimi yaratmır? Çünki Xəzər dənizinin üzərindən keçir. Sanki Xəzər dənizi bir növ sərinlədici rol oynayır orada. Həmən hava kütləsinin təsirini azaldır. Respublikamızda səhra yox, yarım səhra təbii zonası yaranır. Bundan əlavə respublikamızda yerli küləklər də var. Məsələn, bunlara Abşeronda yaranan Xəzri gilavarı misal göstərə bilərik. Xəzri şimaldan, şimal-şərqdən gəlir, soyuq hava yaradır. Neft mədənlərinə zərər vuran hava kütləsidir. Gilavar cənubdan, cənub-şərqdən gəlir, havanı mülayimləşdirir, istilədir. Sonra dağ-dərə küləkləri dağlıq ərazilərimizdə əsasən havanın qeyri-bərabər qızmasından, təzyiq fərqindən yaranır. Gündüz dərədən dağa, gecə isə dağdan dərəyə doğru əsir təzyiq fərqindən. Ağ yel, qara yel var. Məsələn, Ağ yel Kür-Araz ovalığında, qara yel Gəncə-Qazax düzündə ilin isti dövründə əsir, əsasən təsərrüfata zərər verən küləklərdir. Fön küləyi var ki, bu əsasən dağlıq ərazilərdə yəni bildiyimiz fen effekti yaradır. Necə? Məsələn, qarlı havada qarı əritmək üçün əsən isti küləklərdir, amma ilin soyuq dövründə əsir. Respublikamızda küləklə işləyən, yəni elektrik stansiyası tikmək üçün əlverişli ərazilər əsasən Abşeron, Qobustandır. Bir də Kəlbəcərin zonası, məsələn, Şərqi Zəngəzur, İqtisadi rayonun ərazilərində əsasən külək elektrik stansiyası tikmək mümkündür. İqlim haqqında da bu qədər. Növbəti videoda çaylar haqqında məlumat verəcəm.